Biz getdik dağ kəndləri, Qubanın dağ kəndləri və Qırız kəndi. Orada bir ağsaqqal kişi var idi. Bəlkə də şəkillərdə sonra görmüşsünüz, bığı belə uzun belə bir kişidir. Kəndin ağsaqqallarından biridir. Ora ilk dəfə tur təşkil edənlər elə biz idik. İlk dəfə turist aparmağa niyyətlənirdik. Biz getdik, bizi qarşıladılar. O ağsaqqal öz evində qarşıladı, biz yedik, içdik, bizə qonaqlıq verdi falan. İndi biz izah eləməyə çalışırıq ki, yəni turizmin bura gəlməsi sizin üçün töhfə verəcək, sizin üçün yaxşı şərait yaradır. Deyirəm ki, misal üçün, yəni ağsaqqal icazə ver, biz bura qonaq gətirək, qonaqlar qalsın, siz onlar üçün yemək pişirin, satın. Yəni əvvəlcədən hər şey danışılacaq. Bir gəlin də, nə problemdir ki? Mənim 1000 baş qoyunum var orada. Mənim 800 baş qoyunum var. Gələsiniz, kəsəcəm birini, yeyib içmək verəcəm sizə. Deyir, yox da, biz sizə yük olmaq istəmirik. Ya ki, sən nə danışsan, deyir. Qonaq nə vaxtdan mənə yük ola bilər ki? İndi mən, görürsünüz, onun yanaşması başqadır, mənə yanaşım. Mən deyirəm ki, yox da, bəs düzgün deyil, bu da ədalətli deyil da ki, mən gedirəm orada turist gətirəm, turistdən pul qazanıram. Sən onda burada havayı öz ruzindən ona kəsib havayı verirsən və sənin heç bir marağın olmur. Belə çıxır ki, mən səndən su istifadə edirəm. Gəl razılaş, pulla qəbul elə mənim turistim. Bu işi qursaq, mən bura daimi turist gətirsəm, sizin maddi vəziyyətiniz fərqli olacaq, övladınız misal üçün uşağını yaxşı təhsil verəcək, daha aşağı kənddə orada, məktəb var orada və siz daha xoşbəxt olacaqsınız da. Qayıtçı kim deyir ki, biz xoşbəxt deyilik? Yəni, belə qaldım, düşünə-düşünə ki, yəni, kişi düz deyir də. Yəni, ona görə də xoşbəxtlik anlayışı nisbidir. Bizim üçün xoşbəxtlik hesab etdiyimiz şeylər, başqası üçün başqa şeydir xoşbəxtlik. Yəni, ona görə o maddi imkan, gəlirlik, pul, bunlar abstrakt bir şeylərdir. Yəni, insanın şəxsi keyfiyyəti olmalıdır. Pul, maddi vəziyyət insanın şəxsi keyfiyyətini müəyyənləşdirmir. Həyat şəraitini yaxşılaşdırır. Amma bir insanın digər insanın üstün eləyə bilməz heç vaxt maddi vəziyyət. Çünki maddi vəziyyət niyə abstrakt dedim? Çünki bir göz qırpımında yoxa çıxa bilir. Yəni, mənim həyatımda baş verib bunlar ona görə. Ona görə də həyatda öz maddi vəziyyətinizlə güvənmək yox, bilinizlə, savadınızla, dünya görüşünüzlə güvənə bilərsiniz. Hörmətinizlə ki, insanlar sizə necə hörmət edir, bununla.